Amma bu yeməyi analar yox, məhz atalar hazırlayır. Bu Özbək mətbəxinin ən qədim, ən dadlı təamlarından biridir. Söhbət əlbəttə ki, samsadan gedir. Nəyə görə atalar dedim? Çünki çox çətin hazırlama bir prosesi var. Ona görə də samsanı qadınlar yox, məhz kişilər hazırlamalıdır. Ümumiyyətlə Özbək mətbəxinin bir çox təamları çox çətinliklə hazırlanır. Ona görə də Özbək mətbəxində əksərən elə kişilər çalışır. Gördüyünüz kimi usta indi 100 ədədlik samsanın xəmirini açır. Xəmirə isə 4 kilo un lazım olur. Yağ isə heyvanın iç piyindən hazırlanaraq əridilir və iri bir lavaşı tədricən yağlayaraq bura irəli gətirir. Bu proses bitdikdən sonra digər maraqlı bir hissəyə keçid eləyir usta. Gördüyünüz kimi uzunsov ilana bənzər bir görünüşü var. Sonra isə usta bura onu ön hissəyə gətirir və sonunda bu cür formada irəliyə doğru gətirir. Və bu cür hazırlanıb mütləq axşamdan səhərə kimi soyuducuda gözlədilməlidir. Səhəri gün isə artıq usta kündələri tutur. İndi isə keçirik içliyin hazırlanmasına. Əvvəlcə usta əti quşbaşı doğrayır. Sonra isə soğanı doğrayıb ətə əlavə edir. Hər gün belə təzə ətlərdən istifadə olunur. Ətlər isə danaçadan əldə olunur. Deməli 100 samsanın ətinə 5 kilo ət, 5 kilo soğan istifadə olunur. Duzun istiotunda vurduqdan sonra yaxşı qarışdırılır. İçlik həm ət, həm də toyuqdan hazırlanır. İndi isə usta kündələri yayaraq içini dolduracaq. Samsa qədim ipək yolu boyunca yahların, tacirlərin, karvanların ən sevimli yeməkləri olur. Belə başa düşdüm ki, yəqin səbəblərindən biri də odur ki, daşınması çox rahat olur. Gördüyünüz kimi usta bollucana ətdən qoyub və üçgün şəkildə büktü. Üzərinə isə süzmədən hazırlanan bir qarışım var, onu vururlar. Onu da ayrı bir vaxt mütləq paylaşacağam. Üzərinə ağ küncüt səpib usta bu cürünə təndirə yapır. İndi 100 ədəd samsanın bir təndirə bu cür yapılmağını təsəvvür edin ki, necə çətin bir prosesdir. Və sonda belə bir gözəl mənzərə ortaya çıxır. Üstü bu cür möhkəm bastırılaraq 40-45 dəqiqə ərzində bişirilir. Artıq samsalar hazırdır. Əminəm ki, yeni ilin standart yeməklərindən, salatlarından bezəcəksiniz. Bakıda əsl özbək təamlarını dadmaq üçün Barakat restoranına gəlin. Samsanı həm tək, həm də özbək plovu ilə birlikdə set şəklində yeyə bilərsiniz. Restoran Nərimanovda Metropark yaxınlığında yerləşir.